Bajoğlu, sən 28 molun yanında atırsan obyektini. Gəlirəm, balaca da gəlirəm, yaxşı. Siz oliqarxsız budur ancaq peşə, pul qazanmaq işiniz olub həmişə. Boy, ay dayım gəlib, dayı həmişə sən gələrsən, xoş gəlmisən. Xeyirli olsun Bajoğlu. Sağ ol, ay dayı, sağ ol. Mənim hər mağazinim var idi, bir dənə telefon dükanım yox idi. O da sənin sayəndə özümə telefon dükanı açdım, sağ ol, ay dayı. Ürəyim cadı. Bir göstər görüm nələrim var. Uzuzluğun aləmi deyə, bıracaq görsən nələri göstərirəm. Yenə apar deyə dallanır. Dayı, bax bu gördüyün şüşələr var ha, bunu çəksən telefona, qıraqdan baxanda görsənmir, sənin də xoşun gəlmir də telefona kimsə baxa. Birini də sənin telefonunu çəkərəm. 500 manat qiyməti var dayı bunu. Bunu heç kim sata bilməz, 5 manata mən satıram. Halal olsa Bajoğlu, bax bu kabrolar zadlar neçədir, onlar da de görüm. Dayı, mən ekskluziv malla satıram. Bax, baldız kabrosu, görürsən ilanlı zatda. Baldız qaynana. Bax dayı, canavar. Yetkanın yaşayışına uyğun. Sonra bax belə itdi zat, mən fərqli şeylə satıram. Gəl gör burada olan mallar kimdə var? Halal olsa Bajoğlu, balaca. Bəli, buyur. O biz xabarlarda da qulaq asanda bir də görsən musiqinin səsini eşitmək deyən, nədir onlar? Airpods. Airpods, ondan var səndə Bajoğlu. Dayı, elə Airpods məndə olur da, 25 manatdır. Bunları bilsən ucuz satıram, ümumiyyətlə mağazada olan hər şeyi. Mən bu ucuzluğu səndən öyrənmişəm. Sələmişəm maysan ki, cəmaatın qarnını içmə, cəmaata mal sırama, hər şey ekonomik qiyməti sat, mən də ona görə belə eləyirəm. Halal olsa Bajoğlu. Nə olur vay uşaq, nə istəyirsən? Ay pulu dayı, mənə iPhone 16 Pro Max alarsan. Niyə almıram? Sahib 16 Pro Max qurbandır, ala. Bajoğlu, bax bunun kabrosunu verirsən, şüşə plyonka vursan, bir də Airpods var idi, onu verəcəksən uşaq. Ay uşaq, hər il təzə iPhone çıxanda gəlirsən, bax Bajoğludan dəyişdirirsən, qəpik zadda verirsən, mənlidir, yaxşı? Yaxşı. Uşağı qoy yerə gedək görək, nə obyekt alırıq.